Salam, hər birinizi xoş gördük. Əziz yoldaşlar, bu video məhz vergi imtahanına hazırlaşan şəxslər üçündür. Bütün videolarımızda demək olar ki, dövlət qulun test və müsahibə mərhələsində danışmışıq. Artıq mən bu video vasitəsilə vergi imtahanına hazırlaşan şəxslərə bəzi məqamlara diqqət etməsini üçün video çəkirəm. Bu videoda həm məntiq, həm konstitusiya və dünya görüşü və tarixdən imtahana qədər nəyə baxmalısınız və yaxud da ki, imtahana bal artıran məqamlar artıq bu son günlərdə baxmanızı tövsiyə edirəm ki, bu məqamlara daha çox diqqət edin ki, imtahanda balımız daha da artıq olsun. Bundan əlavə olaraq da onu qeyd edirəm ki, son dövrlərdə nəyə oxumusunuz, nəyə oxumamısınız, məhz bu video vasitəsilə onları daha da yaxşı biləcəksiniz ki, mən bunu gözdən qaçırtmışam və ya buna xüsusi diqqət eləmişəm. İndi onların hamısına bir-bir baxacağıq. Deməli, bilirsiniz ki, bu bazar, yəni 21-i vergi imtahanıdır və 21 dekabr imtahanında bizim sualımızın 65 dənəsi məntiq təşkil edir, 15 dənəsi konstitusiya təşkil edir, 20 dənəsi isə deyirik ki, tarix və ya ədəbiyyat, ümumi dünya görüşü götürəkdə, dünya görüşü təşkil edir. İndi mən burada məntiq 65 sualdan kifayət qədər fikirləri sürə bilmərəm. Çünki özüm məntiq müəllimi deyiləm deyə, məntiqdən nə düşür, nə düşmür, məntiqdən hansı məsələlərə diqqət edirin, onu deyə bilmərəm. Mən səlahiyyətlərimə aid deyil. Mən sizə burada konstitusiya və tarixdən, ədəbiyyatdan nəyə diqqət etməlisiniz, onu demək istəyirəm. Baxın, bir nömrəli səbəb nədir? Nə eləməlisiniz? Burada hamıya nəyə məsləhət görürəm? Əgər mən bu üç bölmənin içərisində, yəni məntiq, konstitusiya və tarixin içərisində hansını yaxşı bilirəmsə, ona fokuslanmalıyam və yerdə qalan 3 günü, 4 günü ona həsr eləməliyəm. Səbəb nədir? Əgər mən tutalım ki, məntiqi yaxşı bilirəm, konstitusiya orta, tarix və ədəbiyyat demək olar ki, heç yaxşı deyil. Mən tarix və ədəbiyyatı, yəni ortanı təkmilləşdirmək üçün ayırdığım zamanı elə ondan sonra məntiq və konstitusiya ayırıb daha yüksək bal alaram. Baxın, bu çox önəmli bir məsələdir. Bundan əlavə olaraq onu qeyd etmək istəyirəm ki, dünya görüşü əlimizdə olan 15 sualdır. Və dünya görüşündən, daha doğrusu dünya görüşündən konstitusiya 158 maddədən ibarətdir. Konstitusiyada 158 maddədən sağa, sola çıxa bilməzlər də imtahanda, düzdürmü? Yəni bizim əlimizdə artıq 15 dənə sual hədiyyə konstitusiyadır. Gedirəm, oxuyuram, bütün nöqtəsinə, virgülünə, cümləsinə, bəndinə diqqət edirəm, düzdürmü? Amma dünya görüşü belə deyil. Dünya görüşü necədir? Məsələn, tutalım ki, mən oxuyuram A adlı bir əsəri, imtahana B adlı bir əsər düşə bilər. Bəlkə elə deyil. Dünya görüşü əldə tutulacaq bir məqam deyil. Bu sözümün canıdan ibarətdir. Mən demək istəyirəm ki, sən son günlərdə tarix, ədəbiyyat, ümumi dünya görüşü və yaxud da ki, digər məqamlar araşdırmısansa, baxmısınızsa kifayətdir. Sən yerdə qalan bu 3 günü, 4 günü ancaq bildiyin bir fənni daha da təkmilləşdirməyinə mən məsləhət görürəm. Və konstitusiyana sənə 15 dənə sual düşürsə, bu 15 dənə sualını daha da yaxşı bilməlisən. Çünki 15 dənədir və 15-də 15 eləyə bilərsən, 15-də 14 eləyə bilərsən, minimum 13 eləyə bilərsən. Amma sən gedib, deyirsən ki, düşünürəm ki, mən konstitusiyanı bilirəm, məntiqi bilirəm orta səviyyədə, gedim tarix və dünya görüşünə bu 3-4 günü ona həsr edeyim, ola bilər, o sənin öz seçimindir. Amma mən məsləhət görürəm ki, sən ona vaxt itirmə. Sən bu yerdə qalan 3 günü, 4 günü bildiyin bir fənni, yəni konstitusiya və ya məntiq və yaxud da ki, bəlkə dünya görüşüdürsə, onun daha təkmilləşdirilməsinə vaxt ayırmalısan. Başa düşdün? Buna əlavə olaraq indi mən sizə bir sual deyəcəm. Əgər sən bu suallara cavab verə bilirsənsə, səndə konstitusiyada vəziyyət yaxşıdır. Gəlin görək, sən buna qədər əziyyət çəkmisən, baxmısan, mən bu verdiyim suallara əgər sən cavab verə bilsən, deməli səndə konstitusiyada vəziyyət yaxşıdır və artıq konstitusiyadan əl çəkib digər bölmələrə baxmalısan. Ona görə də nəyə baxaq? Deməli, mən qısa-qısa yazıram. Müharibə, fövqəladə, səfərbərlik zamanı bizim hüquqlarımız müvəqqəti və ya qismən məhdudlaşdırılır, düzdürmü? A bəndi beynəlxalq hüquq normaları, B bəndi tərəfdar çıxdığımız beynəlxalq müqavilələr, C bəndi beynəlxalq
öhdəlikləri nəzərə almaq şərti ilə. Sizin fikrinizə görə burada doğru cavab nədir? Müharibə, fövqəladə, səfərbərlik zamanı bizim hüquq və azadlıqlarımız nəyə əsasən müvəqqəti və ya qismən məhdudlaşdırılır? Cavab beynəlxalq öhdəliklər nəzərə almaq şərti ilə. Bu Konstitusiyanın 71-ci maddəsidir və çox asanbalı bir sualdır. İkinci sual. Hansı məsələyə dair referendum keçirilə bilər? 1. Amnistiya. 2. Əfv etmə. 3. Konstitusiyanın qəbul edilməsi və dövlət sərhədlərinin dəyişdirilməsi. 4. Vətəndaşların öz hüquq və mənafelərlə bağlı olan digər məsələlər. 5. Deməli, Konstitusiya qəbul edilməsi və dəyişdirilməsi, vətəndaşın öz hüquqları və dövlət sərhədlərinin dəyişdirilməsi. İndi tutalım ki, bizdə A bəndi, burada 1-2-3-dür. A bəndi məsələn 1, 3, 5, B bəndi 2, 3, 5 və s. İndi mən burada hansı məsələdə referendum keçirilə bilər? Bu çox az adamın bildiyi bir nüansdır. Deməli, hansı məsələdə referendum keçirilə bilər? Biz gedib götürürük o saatların Konstitusiyanın qəbul edilməsi və onun dəyişdirilməsi. Bir də ki, dövlət sərhədlərinin dəyişdirilməsinə dair referendum gedib götürürük. Amma mən bilməliyəm ki, bu yalnız referendum yolu həll olunur. Əgər məndən yalnız sözün deyirdisə, sizin dediyiniz doğrudur. Çox adam mən bildim ki, artıq onu tapır. Yalnız sözün deyirsə, Konstitusiyanın qəbul edilməsi və dəyişdirilməsidir, bir də dövlət sərhədlərinin dəyişdirilməsidir. Amma yalnız sözün demirsə, referendum keçirilə bilər. Maddə 2. Maddə 2 nədir? Vətəndaş öz hüquqlarını və mənafe ilə bağlı olan bütün məsələlər referendumla keçirilə bilər. İndi bu iki sualın ikisindən cavab verə bildiksə, Konstitusiyadan növbəti bir sual deyim. Çox uzatmayacağım. Əgər görün bu sualda vəziyyət nə yerdədir. Amma tez tapın. Deməli, sualımız belədir. Bələdiyyə seçkilər, bələdiyyə hesabatlarının dinlənilməsi. Neçə səs çoxluğu? Söhbət milli məclisdən gedir əlbəttə ki. Bələdiyyə seçkilər və bələdiyyə hesabatlarının dinlənilməsi. Bələdiyyə hesabatlarının dinlənilməsi 63 qərardır. Bələdiyyə seçkilər 63 qanundur. Bu 94-cü maddədir. Bu isə 95-ci maddədir. Çox adam bunu qarışdırır dedim, məhz bu sual verdim. Bilirsiniz bu nəyə oxşuyur? Referendum 83 ilə qanun, referendum təyin olması isə 63 ilə qərardır. Yəni, demək istədiyim məqamlar bundan ibarətdir ki, baxın, siz Konstitusiyanı bildiyinizi zənn edə bilərsiniz, amma bu tipli çaşdırıcı, çətin maddələrə üstündən bir daha keçin. Vergi imtahan elə imtahandır ki, üzdən məsələn sual düşmür. Tutalım ki, hansı mülkiyyət növləri var, 5 azadlığımız hansıdır, Milli Məclisin deputatı Milli Məclisdə hansı fəaliyyətinə görə məsuliyyətə cəlb oluna bilməz. Bu tipli suallar rahat suallardır. Əslində, vergidə imtahan düşənə qarışıq, çətin tipli suallar düşür. Ona görə siz bu suallara hazır olmalısınız. Və bu suallarda hazır olmaq üçün oxuduqlarınızı mahiyyətini başa düşməlisiniz, dərk eləməlisiniz. Və göz önündə olan yox, göz önündən itən, sağda, solda gizlənən bəndləri tapıb məhz onları oxumalısınız. Qeyd etdiyim 3 və ya 4 dənə sual məhz bunlara dairdir. İndi mən dünya görüşündən bəzi məqamları vurğulamaq istəyirəm. Əgər sən bu dünya görüşündən bu məqamlara baxmısansa, səndə iş yaxşıdır. Əgər baxmamısansa, baxmanı tövsiyə edirəm. Nəyə? Əgər sən dünya görüşünə baxmısansa, çox güman ki, baxmısan Azərbaycan Xalq Cümhuriyyəti, 1-ci Qarabağ, 2-ci Qarabağ münaqişəsi, Sumqayıt hadisələri, Qarakənd faciəsi, daha sonra deməli bəyannamələrdən Qarabağ bəyannaməsi, Şuşa bəyannaməsi, İstiqlal bəyannaməsi. Bunların hansına baxmısan? Çox güman ki, əgər bunları sən öz qeyd dəftərinə yaz və ya oxuduqlarına, baxdıqlarına belə üstündən xətt çəkirsən. Bax, bunlara mən düşünürəm ki, baxmısan.
İndi burada digər çox hadisələr yazmamışam. Azərbaycan Xalq Cümhuriyyəti çox sual düşmə ehtimalı var. Birinci Qarabağdan, ikinci Qarabağdan, Sumqayıt hadisələrindən, Qarkent faciəsindən. Bax, Qarkent faciəsi baxmamısansa, bax. Sən Qarkent faciəsinə baxmaqdan yanaşı buna diqqət eləməlisən. Qarkent faciəsi 1991-ci ilin noyabrın 20-sində baş verib. Bunu bilirsən. Bəs yaxşı, bunu da bilirsənmi ki, Qarkent faciəsi Azərbaycanda ilk matəmin elan olması üçün əsas verən bir faciədir. Yəni, imtahan sizə sual düşə bilər ki, ilk matəm günü nə vaxt olub? Cavabımız 1991-ci ilin noyabr ayının 20-si ilə bağlıdır. Bəs yaxşı, sən araşdırma aparmısan ki, ikinci matəm günü Azərbaycanda nə vaxt elan olub? Və ya üçüncü matəm günü nə vaxt elan olub? Və yaxud da ki, ən uzun matəm günü elan edilən hansı məsələyə dair olunub? Ən sonuncu matəm günü kimdir? Və yaxud da ki, sən araşdırmısanmı? 2025-ci ildə Azərbaycanın milli qəhrəman adı kimlərə verilib? Çox güman ki, araşdırmısan. Bəs 2024-cü ildə milli qəhrəman adı 4 nəfərə verilib. Bu kimdir, bilirsənmi? Bu məqamlara diqqət edirsiniz. Buna əlavə olaraq bizim qoşulumuz beynəlxalq təşkilatlar var. Tutalım ki, İSESCO, UNESCO, BMT, Qoşulmama hərəkatı, düzdürmü? Dünya Bankı. Yəni, bizim qoşulduğumuz təşkilatlar və yaxud da ki, hər hansısa bir qeyri-hökumət təşkilatları, qoşulduğumuz il, tarix, bunlar oxursan. Bu dediyim, əslində çox danışa bilərəm. Sadəcə gündəmdə olan məqamlar bunlardır. Bunları araşdırırsan. Ədəbiyyat hissəsinə gəldikdə isə diqqət edin nəyə? Aşıqlar, yazıçılar, şairlər, bəstəkarlar. Bundan əlavə olaraq ilk sözdən fikir ver. Məsələn, ilk neft harda çıxıb və yaxud da ki, Azərbaycan ilk filmi, ilk səssiz filmi, ilk kinosu, ilk teatr, ilk opera. Bu məqamlarda yəqin ki, araşdırmısan və araşdırmamısansa, yaxşı ki, bu videonu izləyirsən ki, sənin qarşına çıxıb, elə bəlkə də bu videodan öyrəndiyi məqam bazar günü sənin qarşına çıxa bilər. Və yavaş-yavaş mən videonu yekunlaşdırmaq istəyirəm və onu qeyd etmək istəyirəm ki, dediyim kimi 65 məntiq, 15 konstitusiya, 20 isə qarşıt dünya görüşündən sual düşür. Və sən burada əsas məqam ondan ibarətdir ki, bildiyin bir fənni üstünə düş, onu daha təkmilləşdir. Məsələn, tutalım ki, sənin məntiqin zəif olan bir insandır. Çünki məntiq elə bir fəndir ki, o gərək insanın özündə olar. Biz nə qədər hazırlaşsaq da 59, 60, 61 məntiq yazmaq məntiqi olmayan insanlar üçün demək olar ki, qeyri-mümkündür. Əgər səndə vəziyyət belədirsə, nəyə görə son günlərini məntiqi oxumaqla keçirirsən? Onun yerinə sən konstitusiya və dünya görüşünü bilirsənsə, son 3 günü, 4 günü onu təkmilləşdirmək üzərində dayanmalısan. Bundan əlavə olaraq, bu məntiq olsun, dünya görüşü və tarix olsun, sizin fikrinizə görə hansı əldə tutulur? Baxın, bəlkə də siz o qədər oxursunuz ki, çalışırsınız ki, qıraqdan baxanda bunu görmürsünüz. Və mən də bunu sizə bir müəllim kimi deyirəm ki, bu 3 bölmənin içərisində əldə tutulan konstitusiyadır. Ona görə konstitusiya 158 maddədir ki, sən oxu, 158 maddədən kənar sual veriləməz ki, oxu, sən 15-də 15 eləyə bilərsən. Sənin vaxtın var hələ. Amma məntiq və yaxud da ki, dünya görüşü sual hansı tipdə düşməsi hələ ki, müəmmalıdır. Bundan əlavə olaraq da 21-ci vergi imtahanına iştirak edən şəxslərin hər birisinə uğurlar arzu edirəm. İnşallah ki, əziyyətiniz yerdə qalmaz. Nə sözünüz, sualınız varsa bu videonun şərh hissəsində qeyd edə bilərsiniz. Sağ olun, salamat qalın.